nədənsə məhrum olanda, nəsə əlüzdən çıxanda, nəyəsə çatmayanda yas qurub qəmli statuslar paylaşmayın. Deyin ki, Allah mənə bundan artığını vermək istəyir. Allah bundan üstününü vermək istəyir. Daha üstün bir şey vermək istəyir. O demək deyil çalışma. Məqsədin üçün çalış. Əlindən gələni elə. Ruhdan düşmə nəticəyə görə. Nə zaman çatmadınsa, bax denən, eşidirəm səsi. Sən bu saat məni sığallayırsan, mənə ürək dirək verirsən. Kəşin, narahat olmayıb, vermədimsə bir məsləhət var. Sənə artıq şey verəcəm. Ona görə imamlar deyir ki, biz nimətlərdən çox, bizə verilməyən şeylərə görə şükür edir. Deyirsən ki, qüdrətin çatır, bəli, rəhəmlisən, bəli, mən çalışmışam, bəli, nəticə yoxdur, deməli, sən daha üstün bir şey mənə vermək istəyirsən, bunu verməməklə. Daha artıq bir şey vermək istəyirsən. Yətəəzzə bi'əzaillah budur. Tövbə bilirsiniz nədir? Tövbə yəni peşmanam bir. Söz verən bir də qayıtmayacağım 2. 3. Tövbə budur, get etdiyim pis əməllərin müqabilində yaxşı işlər görək. Bu da 3. İlahi, əl-əf o günahlarımıza ki, gizlin eləmişik ya. Heç kəs bilmir, sən bilirsən amma. İlahi, əl-əf o günahlarımıza ki, sənlə bizim aramızda olan əlaqəni itirdi. İbadətin şirinliyi əlimizdən çıxdı. Gecə ibadətlərindən bizi məhrum eləyib. Quran oxumaqdan bizi məhrum eləyib. Duadan bizi məhrum eləyib. İlahi, əl-əf. Allah, əl-əf, bağışla bizi. Ya Ərhəmər Rahim.